Saçlarıma düzgün baxım etmədiyimə görə saçlarım süpürgəyə dönmüşdü və mən başa düşmürdüm. Nəyə düzgün etmirəm ki, saçlarım bu günə qalıb? Sonra kiçik bir araşdırma apardıqdan sonra başa düşdüm ki, maskalarla vəziyyət düzəlməyəcək. İlk öncə şampundan başlamaq lazımdır. Qorxurdum ki, birdən şampunumu dəyişsəm, başım yenə kəpək salar. Bildirmək istəyirəm ki, mən özüm əzaçıyam və şampunu seçərkən tərkibinə baxmışam. Şampun saçı qidalandırır, çünki tərkibində moringa var. Əgər diqqətlə baxsanız görəcəksiniz ki, həqiqətən parıldayır saçlarım. Tərkibində həmçinin zəncəfil var. Bu da saç dərisini sakitləşdirir. Sakitləşdirirmi? Bəli, edir. Burada diqqətlə baxsaq, burada provitamin B5 var. Yəni pantenol. Qızlar, pantenol var şampunun içində. Yəni saç dərinizi nəmləndirəcək. Bundan nə gözəl ola bilər? Da sizə nəyi məsləhət edeyim? İçində nə istəyirsən var. İstəyirsən quruluğa qarşı var. Canlandırmaq var. Nəmləndirmək var. Bir şampun bu qədər şey niyə etməlidir? Halbuki şampunu da yuyursan qurtardı. Amma bu belə deyil. Yuyursan və sənə köməklik göstərir. Alın, sınayın, sonra canıma dua eləyərsiniz.